Bugün mən Zaur Press kanalının rəhbəri olaraq mətbuata açıqlama vermək istəyirəm. Özüm də bir mətbuat işçisi olaraq, media nümayəndəsi olaraq mən onu bildirmək istəyirəm ki, bir neçə vaxt bundan öncə, bir neçə vaxt deyərkən hardasa bir neçə ay bundan öncə mənim sosial şəbəkələrdə şərəf ləyaqətimin alçalması ilə bağlı, mənim şəxsi məlumatlarımın yayılması ilə bağlı və mənim borclu olduğum şəxsi hər kəsin təbii ki, bugünkü gündə hər kəsin borcu var hər kəsə. Yəni buna dair yəni Allaha şükür ki, bir necə deyim, artıq bir hərəkət yoxdur. Mənim yəni müəyyən səbəblərə görə borcun yarandığı xanımı adından İfadə Cəfərzadə, Pərvin Abışova bu xanımın güya göstərişi nəticəsində sosial şəbəkələrdə mənim şəxsi həyatımı gündəmə gətirdilər və məndən pul tələb etdilər. Dilbər Rizayevənin vasitəsilə 2500 manat şəkillərimin silinməyi üçün məndən pul tələb etdilər. Mən də bu pulu vermədiyim üçün başladılar yenə də təkrarən məni şantaj etməyə. Ondan sonra mən bunlarla bağlı polis orqanlarına müraciət etdim. Polis orqanlarına müraciət edəndən sonra İfadə Cəfərzadə, Pərvin Abışova xahiş edərək, yalvar-yaxar edərək başladılar bu şikayətin geri çəkilməsini istədilər. Mən də dedim, eybi yox, qadındır, səhvi ola bilər. Mən bunları nəsə bağışladım, bu məsələləri artıq qoyduq bir kənara. Bir neçə gün bundan öncə baxıram ki, İfadə Cəfərzadə və Pərvin Abışova Baş Prokurorluğun İstintaq İdarəsindən mənə dəvət gəldi. Bu günlərim getdim Baş Prokurorluğun İstintaq İdarəsində də açıqlamalar verdim, izahatım alındı. Pərvin Abışova, İfadə Cəfərzadə götürüb ki, qeyd ediblər ki, güya mən bunların şəxsi məlumatlarını yayıram və məndən digər bir neçə həmkarlarımız. Mən bunu qeyd etmək istəyirəm ki, yəni hətta səhv etmirəmsə hansısa bir xarici ölkədə yaşayan bir xanım var. Güya Aybəniz xanımla mən yaxın dost olmuşam, neyləmişəm. Mən bunu qeyd etmək istəyirəm ki, həmin İfadə xanımdır, həmin Pərvin Abışovadır ki, Aybənizin ən yaxın padruqalardılar. Hətta Ağcabədi rayon icra başçısını şantaj edərək məlumatlarını ötürən bunlardılar. Bu günlərin mənim adımı bu işlərdə ittiham edirlər. Ortada şantaj olunan mən, məndən yüksək məbləğdə pul tələb olunan mən, şəxsi həyatı gündəmə gələn mən, şərəf ləyaqəti alçalan mən, bu günlərim çıxıb ortalığa deyirlər ki, məsələ budur. Mən də buradan izləyicilərini də, dəyərli izləyicilərimizə də çatdırmaq istəyirəm ki, mənim bu işdə heç bir Allaha şükür ki, günahım yoxdur, heç bir, necə deyim, düşüncələrim yoxdur ki, yəni ifadə üçün nə olsun. İfadə şəxsən, ifadəsi Pərvinin mənim həyatda hörmət etmədiyim bir şəxslərdir. Çünki insan ola bilər. Bugünkü gündə insanın şərəf ləyaqəti bu qədər alçalmaq, insanın şəxsi məlumatlarını gündəmə gətirmək bu qanunvericiliyə ziddir. Bu onların işi deyil ki, mənim kimə borcum var, mənim kimlə nə məsələm var. Təbii ki, prokurorluğumuz var, polisimiz var. Siz gedin buna dair müraciət edin də, qarşı tərəflər buna müraciət eləsin. İfadənin bugün Pərvin Abışovanın məndən qəsdi qərəzliyi nədir? Bu günlərim onlar istəyirlər ki, məni və digər insanları, mən tək zərər çəkmiş kimi deyiləm. Çox insanlar da ifadə şantaj edib, Pərvin Abışova şantaj edib. Buna dair Allaha şükür ki, hər şey oradadır da. Yəni ki, istintaq hər şeyi araşdıracaq. Mən buradan da onu səslənmək istəyirəm ki, istintaq necə lazımdır öz qiymətini verəcək. Yəni mənim burada heç bir günahım, heç bir suçum yoxdur. Mən ifadə kimlərinə də baş qoşacaq adam deyiləm. İfadə çünki elədiyi hərəkətlər göz qabağındadır. Kimisinə faizə pul vermək, kimisinin şəxsi məlumatını yaymaq, kimisini şantaj eləmək, kimisinə pul oxumaq, 500 manat materialın silinməsi. İfadənin arxasında kim dayanıbsa, çəkilsin dursun qıraqda. Çünki ifadə bugünkü gündə bugün dələduzluq eləyən də ifadədir, milləti şantaj eləyən də ifadədir, Pərvindir. Bu günlərin bizim bir qorxacağımız bir şey yoxdur. Biz demokratik ölkədə yaşayırıq, hüquqi dövlətdə yaşayırıq. Mən ifadə kimlərinə ya başqalarına mənim qorxacaq, çəkinəcək bir şeyim yoxdur. Deyim aman Allah, mənim nəsə bir qorxu bir işim var, ya Pərvinlərdən çəkilir. Pərvinin də keçmiş həyatı göz qabağındadır, ifadənin də keçmiş həyatı göz qabağındadır. Bunu gizlətməyin mənası yoxdur, el gözü tərəzidir. Təbii ki, hər kəsi görür şəhətçi. Mən bu günlərim, mənim bu həyatda Səngərdəki düşmənim bir ermənidir, ikinci bu kainatda 3 nəfərdir. Onun biri İfadə Cəfərzadə, ikinci Pərvin Abışova, üçüncüsü də ki, məlum məsələdir, hələ ki onu saxlayırıq. Mən buna dair də hal-hazırda Pərvin Abışova ilə bağlı mənim şikayətim var. Yəni istintaq idarəsindədir. Bu da araşdırılacaq. Pərvin necə kimləri örgədir, necə pul tələb eləyir, hamısı məlum məsələdir.
İndi bugün mənə elçilər düşür, dəvətnamə gəlir ki, Dilbər Rzayevanın səsi götürülsün. Niyə götürülməliyəm? Nə üçün götürülməliyəm? İfadənin, Pərvinin ən yaxın deyək ki, padruqaları olub da. Orta məxrəc padruqadılar. Hətta ondan dedilər ki, 3000 pul istədilər. 3000-i verə bilmədiyimə görə 3000-dən düşdülər 2500 manata. 2500 manatı da məlum məsələdir. 250 manat deyirdi ki, deyəsən cəhənnəm. Bəli, bəli, mən də şikayət etmişəm. Onlar da mənə sadəcə istəyirlər ki, mənlə və digər həmkarlarımı başlasınlar, şantaj eləsinlər, bizi qorxusunlar, bizə hədə-qorxu gəlsinlər. Yəni, ifadə bu günlərim digər orqanlarda məmurlarımızın da adlarını çəkir ki, mənim arxamda falan kəslər durur, bəhmən kəslər durur. Ay ifadə, sənin arxanda kim durur ki? Sən özün bugünkü gündə ona hətta danışır, deyir ki, mənim digər klinikaları qapı deyir ki, sizin lisenziyanız var, ali təhsiliniz var. Mən buradan səslənmək istəyirəm. İfadə Cəfərzadə, Pərvin Abışova, sizin ali təhsiliniz var. Haranı oxumusunuz? Bir qeyd edin də diplomunuzun şəklini çıxardın ortalığa, qaldırın ki, mənim falan yeri oxumuşam, ali təhsilim var. Ali təhsili olmayan siz. Lisenziyası bəzən siz hansısa bir həkimi lisenziya ilə vurmaq istəyirsiniz, amma onu da qeyd edim ki, siz də bu günləri sosialdan, vergidən yayınırsınız. Niyə? Səbəb nədir? Həkimləri lisenziyasından vurursunuz, sizin də verginiz, sosialınız yoxdur. Qapıdan girir, jurnalist olublar. Mən bugün həmkarlarıma hörmətim sonsuzdur. Azərbaycanın dəyərli həmkarlarım arasında hər zaman jurnalist dəstək xəttindən tanınmalıdır. Jurnalist hansısa bir vətəndaşın şərəf ləyaqətinin alçalması, jurnalist hansısa vətəndaşın şərəf ləyaqətini alçaldıb, ondan küllü miqdarda pul tələb edəməsi, ona hədə-qorxu gəlməsi, bu jurnalistlik əlaməti deyil, bu jurnalistlik əlamətidir. Jurnalist belə olmur. Cəmiyyətdə jurnalist kimi təqdim edən şəxslər İfadə Cəfərzadə Kanal 7-nin rəhbəri olaraq özünü təqdim edir. Hətta Pərvin Abışova da özlərini təqdim edir ki, bunlar sanki tanınmış bir simadılar, bir jurnalistlər. Mən buradan ünvanlamaq istəyirəm ki, media agentliyini heç görəsən qapısı sağdan soldan olduğunu, Pərvin Abışova və yaxud da ki, İfadə Cəfərzadə hansı istiqamətə açıldığından xəbəri varmı? Yoxdur. Təbii ki, media qurumunda da bunların siyahıda adları yoxdur. Bunların bugünkü gündə qeyri iş sayırlar özlərini, otururlar kafelərdə, vətəndaşları sanki olan eliflər mətbuat xidməti. Oturublar kafelərdə ancaq görüş təyin edirlər, vətəndaşların şikayətlərini, məsəl üçün, kiməsə borcu varsa, kimə borcu varsa, kimlə nəsə qərəzli bir şəkildə vəziyyətləri varsa, bunlar dəvət edirlər, görüşdür, bir nə bilim, bunlar üçün bir çay alırlar, yemək də zat əməlli başlı bunlar iş görürlər, otururlar. Çünki mətbuat işlərini bunlar icra insanları aldadıblar. Bunlardan zərər çəkmiş çox insanlar var. Mən burada kütləvi informasiya olaraq hər kəsə səslənirəm ki, İfadə Cəfərzadə tərəfindən şantaj olunan, məni necə şantaj etdilər, necə sosial şəbəkədə gündəmə gətirdilər, şərəf ləyaqətimi alçatdılar, şəxsi məlumatlarımı insanlara yaydılar və məni kimlərsə ifadə kiminin qurbanı olubsa, mən xahiş edirəm, səslənsin bu dövlətə, bu Baş Prokurorluğa səslənsinlər, Daxili İşlər Nazirliyinə səslənsinlər. Biz demokratik ölkədə yaşayırıq, hüquqi dövlətdə yaşayırıq. İfadə kimləri, Pərvin kimləri, onlar özlərinə hörmət qoymayan bir insanlardır. İnsan birinci özünə hörmət qoyur. Gündə çıxıb ortalığa yalandan biz media nümayəndəsiyik, biz jurnalistlik. Az qala onu deyəcəklər ki, biz əməkdar jurnalistlik, fəlsəfə doktoruq, elmlər namizədik. Biz buyuq. Onların heç özlərinin ali təhsilləri yoxdur. Hansısa bir həkimi qeyd edirlər ki, diplomsuz həkim. İfadə Cəfərzadə, Pərvin Abışova, sizin diplomlarınız hardadır? Yəqin ki, palazın altında olar. Ortalıqda yoxdur. Əgər sizin də buna dair təhsiliniz var, hətta bunu qeyd edim ki, İfadə Cəfərzadə mənim Pərvin Abışova ilə əlbir olub məni şantaj eləyəndə, 2500 pul tələb edəndə, İfadə onu qeyd etmişdi ki, mən Mingəçevir şəhərində icra hakimiyyətində işləmişəm. Mingəçevir şəhərində icra hakimiyyətində İfadə Cəfərzadə nə iş deyə bilər? Sual altındadır. Görə, məlumat xarakterli, məlumata görə İfadə xanım orada bir, necə deyim, xadiməli işindən məşğul olub. Məlumata görə. İfadə orada xadimə işi ilə məşğul olub. Amma özünü elə göstərir ki, güya Mingəçevir şəhərində İctimaiyyət Fəraqələr Şöbəsinin müdürəsi olub. Bunların hamısı yalandır. Yaxşı, sizin belə bir gözəl işiniz var idisə, icra hakimiyyətində illər idi işləyirdinizsə, niyə siz onda çıxdınız, gəldiniz mətbuata? Niyə bütün gün obyektləri gəzirsiniz? Niyə kafelərdə oturursunuz?
Şəxsi məlumat deyəndə mən heç kimin şəxsi məlumatını yaymıram, nə də buna dair mənim vaxtım da yoxdur ki, mən dedim ki, bir dəfə bir şəhid çəksinlər, bir qazi çəksinlər. Şəhid ailəsinin, nə qazinin yanında olmadılar. Mən bunu görə bilmədim. Mənə vurğulayım, mən illərdir ki, oturmuşam Azərbaycan nəşriyyatında, digər insanlarla, həmkarlarla əməkdaşlıq etmişəm. Amma mən o mətbuatın qapısından nə İfadə Cəfərzadəni görməmişəm, nə Pərvin Abışovanı görməmişəm. Həqiqətən mən onu vurğulayıram ki, mən qarşı tərəf olaraq məndən şikayət olunmuşdu güya bunlar. Gəldim, Mağara deyilən, 9-cu mikrorayonda Mağara deyilən bir restoran var. O restoranda mən onları tanıyanda gəldilər, oturdular. Mən həqiqətən elə bildim ki, bazardan meyvə tərəvə satanlar gəlib. Allah hamd olsun ki, mən onları yəni bir media nümayəndəsi kimi, jurnalist kimi görə bilmədim. Oturdular, hə, belə oldu, falan oldu, məkan oldu, yaxşı bunu başa düşdük. Mən üzr istəyirəm. Qarşı tərəf olaraq mənim mövqeyim olmadan, məndən mövqey alınmadan, hansı əsasda İfadə Cəfərzadə, Pərvin Abışova mənim dələduz kimi ittiham edib şəkillərimi paylaşdılar. Buna nə qanun? Mən yaxın mənim öz yerlim olub, xanıma mənim müəyyən məbləğdə borcum olub. Onu da ki, öz aramızda özümüz həll etmişik. Hətta onunla bağlı xanım polis orqanlarına da müraciət edib, prokuratura da müraciət edib. Artıq buna dair yəni qərarlar qəbul edilir. Mülki məsələdir, borc məsələsidir. Mənim də borcum var, özüm bilərəm. Bugünkü gündə hər kəsin borcu var da. Belə 10 milyon əhalinin 9 milyon əhalisinin hamının borcu var da. Tək mən borcum bunları jurnalist kimi görmürəm, bunları şantajist kimi görürəm. Hədə qorxu gələn insanlar kimi görürəm. Bir də buna baxmayaraq, bunlar dəfələrlə məni ölüm həddinə çatdırıblar. Mən bunu da qeyd edim. Çünki mən bir neçə dəfə özümə qəsd etmişəm. Mənim yaxın həmkarlarım qoymayıb, ailə üzvlərim qoymayıb. Axırıncı dəfə də mən İksus sirkəsi içdim, Semaşka xəstəxanasına düşdüm. Həmin mənim bu şəkillərimi paylaşandan sonra mən yəni bunların hamısı, hər bir şey var orada, bütün avtoqrafiya var. Mən bunların adları gələndə o qədər mənə əsəb nervi gəlir ki, yəni mən bugünkü gündə özümü cilovlaya bilmirəm. Mən bu insanların əlindən artıq bezmişəm. Artıq bunların əlindən yorulmuşam. Mən bilmirəm bunların bir yəsi var ya yox. İnsan bir abrından, hayasından utanar da, bir bacısından utanar, bir övladından utanar, bir qardaşından utanar. Bunlarda bu da yoxdur. Bunlar özlərini hesab edir ki, güya ki, sanki bu ölkədə bir dənə mətbuatda 2 jurnalist var. Hətta 3 jurnalist. Biri də Sevil Əşrəf qızı. Yəni, mən nə Sevil Əşrəf qızını jurnalist kimi görmürəm, nə İfadə Cəfərzadəni görmürəm, nə Pərvin Abışovanı görmürəm. Qısa konkret. Mən şikayətimi heç birinə geri çəkməyəcəm. Mən bunlara dair şikayət vermişəm. Hər şey araşdırılacaq. İstintaq sonda öz qərarını verir.